Son dövrlər qəhvə içənlər çoxalıb, hətta tez-tez küçədə müxtəlif ölçülü qablarda ayaqüstü qəhvə içənlərə rast gəlirik. Hayır, bizde sadece kahve çeşitleri var. Tamam o zaman mırra filan ver bana. Hadi yürü git mırra ver. Biraz da qəhvə içmək dəbə minib deyə bilərik. Müxtəlif adlar altında, amma tərkibi demək olar ki, eyni olan bu içkini təklif edən məkanlar da çoxalıb. Evinə bahalı qəhvə dəmləyən aparatlar alanlar da az deyil. Bir sözlə çayxorlarla yanaşı qəhvəxorlar da artıb. Qəhvə biraz da ləzzət kateqoriyasına girib. Siqaretdən bir qullab vurub, bir udum qəhvə içənlər bundan aldıqları ləzzəti bəlkə də həmin anda heç nəyə dəyişməzlər. Bəli, qəhvənin faydaları da var. Qalın bağırsaq qaraciyər xərçəngi riskini azaldır. Qaraciyər yağlanmasına mane olur. Qəhvənin depressiyada təsiri var. 140 min insan üzərində uzun müddətli aparılan tədqiqat göstərib ki, gündə 2 fincan qəhvə içmək depressiyaya müsbət təsir edir. Amma qəhvənin zərərləri faydalarından çoxdur. Söhbət gündəlik 1-2 fincan deyil, həddindən artıq qəhvə içməkdən gedir. Hər şeyin çoxu zərərli olduğu kimi, faydalı bildiyimiz qəhvənin də çoxu zərərlidir. Həddindən artıq qəhvə içməyin zərərləri barədə ətraflı danışacağıq. İlk növbədə çox qəhvə içmək nəyə görə zərərlidir sualına cavab tapaq. Əslində qəhvə tərkibindəki kofein maddəsinə görə zərərlidir. Məsələn, 1 fincan qəhvədə 150 mg kofein var. İtalyan qəhvəsi espressonun 30 ml-də 75 mg kofein olur. Qəhvəxorlar double espresso içdiyindən 1 fincan espresso ilə bərabər 150 qram kofein də qəbul etmiş olurlar. 1 fincan türk qəhvəsində isə 65-80 mg kofein olduğu iddia edilir. Türkiyəli həkimlər deyirlər ki, kofeini az olduğundan gün ərzində 5 fincan türk qəhvəsi içmək olar. İndi əldə böyük kardon fincanlarda qəhvə içmək dəbdədir. Həkimlər bildirirlər ki, həmin qablarda satılan qəhvədə 400 mg-dan çox kofein var. Belə qabdan ikisini içsən bir gündə 800 mg kofein qəbul etmiş olursan. Süzülmüş qəhvələrin 100 ml-də 70 mg, 200 ml-lik böyük espresso əsaslı qəhvələrdə latte macchiato'nun tərkibində isə kofeinin miqdarı 150 mg-a çatır. Bəs kofein hansı dozanı keçəndə zərərli olur? Həkimlər bildirirlər ki, ümumiyyətlə kofeinin gündəlik qəbulu 400 mg-ı keçməməlidir. Ona görə də gün ərzində 2 fincandan artıq qəhvə içmək düzgün deyil. Nəzərə almaq lazımdır ki, insan təkcə qəhvə ilə kifayətlənmir. Tərkibində kofein olan başqa içkilər də qəbul edir. Məsələn, çay, energetik içkilər, kola tipli içkilər. Məsələ burasındadır ki, 250 mg çayda 65 mg kofein var. Energetik, kola tipli içkilərdə də 35-40 mg kofein olur. Təsəvvür edin, 4-5 fincan qəhvə, 4-5 stəkan çay, energetik içki, 1-2 stəkan da kola içən şəxs görün nə qədər kofein qəbul etmiş olur. Bura bütün diyetologların israrla məsləhət gördüyü acı, qara şokoladı da əlavə edəndə durum biraz da pisləşir. Çünki acı, qara şokoladın da tərkibində kofein var. Yeri gəlmişkən xüsusilə hamilə qadınlar qəhvə içərkən ehtiyatlı olmalıdırlar. Hamilə qadınların gündəlik içdiyi qəhvənin tərkibindəki kofeinin miqdarı 200 mg-ı keçməməlidir. Onu da nəzərə almaq lazımdır ki, qadınlar kişilərə nisbətən kofeinə daha həssasdırlar. Beləliklə, qəhvəni faydalı içkidən zərərli içkiyə çevirən tərkibindəki kofeindir. Çox qəhvə, çox da kofein deməkdir. Bəs həddindən artıq qəhvə içməyin zərərləri nədir? Qəhvənin tərkibindəki kofein ritm pozuntusuna, mədə probleminə, hətta panik ataka belə səbəb ola bilər. Qəhvə günümüzdə çox yayılan Alzheimer xəstəliyinin riskini artırır. Çox qəhvə ağciyər xərçəngi yaradır. Xüsusilə qəhvə ilə siqaret eyni vaxtda qəbul edilərsə, bu risk daha da artır. Yəni, bu iki dırnaq arası ləzzət birləşəndə çox təhlükəli olur. Çox qəhvə içən insanlarda asılılıq yaranır. Kofeinin insanda asılılıq yaratdığı tibbi olaraq da təsdiqlənib. Qəhvə çox içildikdə orqanizmdə vərdiş yaranır və bədəndə kofeinə tələbat artır. Bu alışqanlıq daha çox qəhvə tələb edir və siz də bu tələbatı ödəmək üçün daha çox qəhvə içirsiniz. Daha çox qəhvə isə daha çox kofein deməkdir. Bu da öz növbəsində yorğunluğa, halsızlığa səbəb olur. Ona görə də qətiyyən qəhvədən asılı vəziyyətə düşmək olmaz. Kofeindən asılılıq siqaretə, spirtli içkilərə aludəçiliyi də artırır. Siqaret kofeini orqanizmə daxil edən fermentlərin aktivliyini artırdığından siqaret çəkənlərdə kofeinin təsiri daha qısa müddətli olur və onlar daha çox qəhvə içirlər. Bundan başqa qəhvənin daha bir zərərli tərəfi yuxusuzluğa səbəb olmasıdır. Yəqin ki, hər kəs ya iş görmək, ya da dərs oxumaq üçün yuxusuz qalmağa məcbur olub. Populyar olan qəhvə yatmağa qoymur deyib, fincan-fincan qəhvə içənlər də az deyil. Əslində yuxusuzluğa səbəb olan da qəhvənin tərkibindəki kofeindir. Ola bilər bu videonu izləyəndə deyəcəksiniz ki, mən nə qədər qəhvə içsəm də yenə yuxum qaçmır. Amma bir qədər də insanın yaşı ilə bağlıdır. Kofein insan yaşlaşdıqca daha tez təsir göstərir. Əksər vaxt bir fincan qəhvədən 1 saat sonra kofein qanda maksimum səviyyəyə çatır.
Amma bu kofein orqanizmdən fərqli müddətə xaric olur. Bəzi orqanizmlərdən 4 saata, bəzilərindən isə 6 saata. Bu mənada qəhvənin ikinci böyük zərəri yuxu ilə bağlıdır. Bəzilərində qəhvə yuxuya getməni əngəlləyir, bəzilərində gecə yuxunun keyfiyyətini aşağı salır. Kofein maddələr mübadiləsi olmadan birbaşa qana, böyrəklərə keçir. Bu isə qan dövranını sürətləndirərək sidiyə çıxmanı artırır. Belə olanda da istər-istəməz insanın yuxusu qaçır. Çox qəhvə içmək ishala da səbəb olur. Çoxlarının başına gəlib yəqin, səhər qəhvə içəndən dərhal sonra tualetə gedirsiniz. Səbəb odur ki, qəhvə həzm fermentlərini çalışdırır. Bu isə qalın bağırsaqda hərəkəti artıraraq insanda tualetə getmək ehtiyacı yaradır. Həddindən artıq qəhvə içmək isə ishala səbəb ola bilər. Qəhvənin ürəyə də zərəri var, çünki kofein həm təzyiqin yüksəlməsinə səbəb olur, həm də ürək döyüntüsünün artmasına. Ona görə də təzyiqi olan şəxslərin çox qəhvə və çay içməsi məsləhət deyil. Çoxlarının bilmədiyi bir məqama da toxunmaq istərdik. Kofein böyrək çatışmazlığına da gətirib çıxara bilər. Belə ki, həddindən artıq qəhvə və kofein qəbulu rabdomiyaliz adlı sindroma da yol açır. Rabdomiyaliz əzələ hüceyrələrinin zədələnməsi və parçalanaraq qana qarışması ilə nəticələnən bir durumdur və bu nəticədə böyrək çatışmazlığı kimi ciddi bir xəstəliklə nəticələnir. Onsuz da 40 yaşından sonra insan əzələlərinin %1-ni itirir. Kofeini həddindən artıq qəbul etdikdə isə əzələ kütləsinin daha tez sıradan çıxmasına səbəb oluruq. Ona görə də həkimlər bildirirlər ki, gün ərzində kofein miqdarının 400 mg keçməməsinə nəzarət etmək lazımdır. Bir daha təkrar edirik ki, kofeini təkcə qəhvə ilə deyil, acı şokolad, energetik içkilər, kola əsaslı içkilər vasitəsilə də qəbul edirik. Özümüz də bilmədən kofein qəbulu 400 mg ötüb daha yüksəyə qalxır. Ona görə də həkimlər deyirlər ki, canımız qəhvə istəyəndə əvəzinə ilıq su için. Süzülmüş qəhvənin zərərləri isə daha çoxdur. Süzülmüş qəhvə əsəbilik, narahatlıq, bağırsaqlarda problem, mədə qıcqırması, həzm problemi, diş saralması, taxikardiya, susuzluq yaradır. Ac qarına qəhvə içmək olarmı? Səhərlər ac qarına qəhvə içmək də geniş yayılıb. Bu vərdişi olanlar xüsusilə diqqətli olmalıdırlar. Məsələ burasındadır ki, qəhvə qidanı həzm etmək üçün vacib olan mədə turşusunun çoxalmasına səbəb olur. Mədə boş olduğundan turşuluq səviyyəsi artır. Nəticədə həzm prosesi ləngiyir, ağızda pis qoxu yaranır, qaz əmələ gəlir. Qəhvə mədə şirəsinin ifrazını gücləndirir, bu da qastrit, hətta mədə xorasına səbəb olur. Yapon alimlərinin apardığı araşdırma zamanı məlum olub ki, ac qarına içilən qəhvə qidaların bağırsaqlardan sürətlə çıxmasına səbəb olur və orqanizm üçün vacib mineral və vitaminlər qana sovrulmur. Üstəlik qarın boşluğunda ağrı və yanmalar əmələ gəlir. Ac qarına içilən qəhvə və dozadan artıq kofein narahatlıq və yorğunluq əmələ gətirir. Qəhvə həmçinin iştahsızlığa səbəb olur. Düzdür, bu diyeta saxlayanlar üçün fürsətdir, amma zərəri də var. Yəqin arıqladıcı qəhvələrin yaratdığı fəsadlar barədə eşitmisiniz. Bundan başqa həddindən artıq içildikdə qəhvə orqanizmdən kalsium, B1 vitamini kimi mikro və makro elementlərin çıxmasını sürətləndirir, dəmirin sorulmasını zəiflədir. Bu isə öz növbəsində qan azlığına səbəb olur. Ona görə də qan azlığından əziyyət çəkənlər diqqətli olmalıdırlar. Kremli, şərbətli, şəkərli, xüsusilə son illər dəbdə olan 3-ü birində qəhvələrin zərəri isə daha çoxdur. Bu da belə qəhvələrin tərkibində kofeinlə yanaşı yağ və şəkərin miqdarının çox olması ilə bağlıdır. Gün ərzində nə qədər qəhvə içmək olar? Qəhvənin gündəlik dozası nə qədər olmalıdır? Həkimlər bildirirlər ki, gündə 2 fincan qəhvə təhlükəsizdir. 3-cü fincan problem yaratmağa başlayır. 3 fincandan artıq qəhvə əllərdə titrənmə, nəbz döyüntüsündə artma, hətta panik atak yaradır. 5 fincan qəhvə sadaladığımız problemlərlə yanaşı sümük əriməsinə yol açır. Bəs nə etməliyik? Həddindən artıq qəhvə içənlərə kofeinsiz qəhvə içmək tövsiyə edilir. Bundan başqa qəhvəni daimi deyil, ara verməklə içmək məsləhətdir. Hər 3 aydan bir kofein detoksu da lazımdır. Yəni bir həftə qəhvə və tərkibində kofein olan içkilərdən imtina edin. Bundan başqa ürəyiniz qəhvə istəyəndə bunu ilıq su ilə əvəzləyə bilərsiniz. Qəhvənin yeməkdən 45 dəqiqə əvvəl və ya 45 dəqiqə sonra içilməsi məsləhətdir. Xüsusilə yeməkdən dərhal sonra qəhvə içilməsi qan təzyiqindən səbəb olur. Yekun olaraq qeyd edək ki, qəhvə əslində zərərli içki deyil. Sadəcə onu düzgün qəbul etməyəndə, daha doğrusu həddindən artıq qəbul etdikdə ciddi problemlərə səbəb olur. Əslində bu prinsipi bütün qida və içkilərə aid edib həyat tərzimizi dəyişə bilərik. Alt tarafı bir kahve istedik be abi. Demek bir fincan kahvelik hatırımız yok yani şurada, öyle mi?